Şirkətin hesab qalıqlarının tənzimlənməsi məqsədilə həyata keçirilən artırma və azaltma əməliyyatları maliyyə bölməsindən həyata keçirilir. Maliyyə hissəsində əməliyyatlar bölməsinə yeni əməliyyata daxil olduqda müvafiq olaraq artırma və azaltma əməliyyatlarından istifadə edib hesab qalıqları tənzimlənə bilir. Hesab qalıqlarının tənzimlənməsi dedikdə nəzərdə tutulur ki, əgər şirkətin hansısa bir hesabındakı qalıq mövcud qalıqla üst-üstə düşmürsə, müəyyən fərqliliklər mövcuddursa, bu fərqin tənzimlənməsi üçün artırma və yaxud azaltma əməliyyatlarına müraciət olunur. Ofis kassasında şərti olaraq 4591 manat sistem üzərindən göstərir. Amma bu vəsait faktiki kassada daha çoxdursa, şərti olaraq 91 yox 95-dirsə, o zaman orada yaranan fərqi artırılacaq məbləğ hissəsinə qeyd edib, aşağıda isə mənfəət zərərdə öz əksini tapsın seçərək təsdiqləyir. Beləliklə artıq kassaya əlavə olaraq 4 manat vəsait artırmış olduq. Bunun mənfəət zərər hesabatında mənfəət kimi göstərmiş olduq. Eyni əməliyyat azaltma üçün də keçərlidir. Əgər hesabdakı pul vəsaiti faktiki qalıqdan fərqlidirsə, yəni daha azdırsa, o zaman sistemdəki qalıq məlumatını azaldılacaq məbləğ xanasına qeyd edib, amma eyni zamanda xərcə bağlı düyməsini aktivləşdirərək onu xərc kimi göstərib təsdiq edəcək. Bu formada hesab qalıqlarında yaranmış uyğunsuzluqlar aradan qaldırılmış olacaq. Əlbəttə ki, bu əməliyyatların icrası ən son mərhələdə həyata keçirilir. Bu əməliyyata qədər əgər uyğunsuzluq varsa, ilk öncə uyğunsuzluğun hardan formalaşdığı müəyyənləşdirilir. Yəni hesabatlarda girişlər və çıxışlar, sənədlər nəzərdən keçirilir, mədaxil məxaric əməliyyatları və əgər yaddan çıxan, unudulan hansısa bir mədaxil ya da məxaric əməliyyatı varsa və bu səbəbdən fərq yaranıbsa, həmin əməliyyatın icrası həyata keçirildiyi təqdirdə hesab qalıqları düzəlmiş olur. Amma bunu etmək mümkün olmadıqda ya da səbəbin nədən qaynaqlandığı aşkarlana bilmədiyi hallarda azaltma və artırma əməliyyatlarına müraciət edilərək hesab qalıqları tənzimlənə bilir.